Salamlar. Bugün biz çox maraqlı və demək olar ki, inanılmaz bir ssenarini təhlil edəcəyik. Süni zəka müasir döyüşləri necə dəyişdirir? Bir dövlət başçısını cəmi 3 saata ələ keçirmək üçün texnologiya necə bir rol oynaya bilər? Gəlin birlikdə bu mövzunun dərinliklərinə enək. Amma başlamazdan əvvəl bir məqamı vurğulamaq istəyirəm. Bu təhlildə bizimlə olacaq bütün ssenari və məlumatlar Ramid Ağayevin təqdim etdiyi informasiya əsasındadır. Yəni biz bu məlumatları olduğu kimi götürüb sizin üçün daha aydın bir şəkildə izah etməyə çalışacağıq. Yaxşı, gəlin birbaşa mövzunun mərkəzinə keçək və o əsas sualı verək. İnanılmaz səslənir, hə? Düşünün bir ölkənin liderini, özü də həyat yoldaşı ilə birlikdə, öz iqamətgahından cəmi 3 saata necə ələ keçirmək olar axı? Bu, hansısa fantastik film ssenarisi deyil, real olduğu iddia edilən bir əməliyyatın detallarıdır. Və bu ağlasığınmaz sualın cavabı mənbəyə görə cəmi 2 kəlmədən ibarətdir. Süni zəka. Bəli, bu qeyri-adi ssenarinin arxasındakı səssiz, amma həlledici üç məhz odur. İndi isə gəlin, bu əməliyyatın içinə girək. Sanki bir missiya brifingindəyik. Bu yüksək riskli ssenarinin səhnəsini quraq və detallarına bir nəzər salaq. Deməli, əməliyyatın əsas parametrləri çox aydındır. Hədəf Prezident Maduro və xanımıdır. Məkan Karakasdakı prezident iqamətgahı və ən heyrətamiz tərəfi bütün bunlar təxminən 3 saat ərzində baş verir. Əməliyyatı xüsusi təyinatlılar icra etsə də, işin əsl açarı, yəni əsas dəstəkçi məhz süni zəkadır. Keçək əməliyyatın ilk və ən kritik mərhələsinə. Ssenariyə görə süni zəkanın ilk işi kəşfiyyat olub. O, sanki hər şeyi görən, heç nəyi qaçırmayan bir göz rolunu oynayıb. Bəs bu göz necə işləyir? Cavab, geoməkan kəşfiyyatı terminində gizlidir. Daha sadə dildə desək, bu, peyklərdən və başqa mənbələrdən gələn saysız-hesabsız görüntünü və datanı analiz edib, müəyyən bir yerdə nə baş verdiyini dəqiqliklə ortaya çıxartmaq deməkdir. Bax, burada insanla süni zəka arasındakı o böyük fərq ortaya çıxır. Bilirsiniz, insan yorulur, diqqəti dağılır, nəsə bir detalı gözdən qaçıra bilər. Amma süni zəka, yox, bu ssenariyə görə süni zəka alqoritmləri aylarla yığılan məlumatları, təsəvvür edin, saniyələr içində emal edir. Mühafizəçilərin nə vaxt dəyişdiyini, binanın harasının zəif olduğunu, hətta insan gözünün seçə bilmədiyi istili izlərini belə tapıb çıxarır. Bu, tamamilə başqa bir səviyyədir. İndi isə gələk tapmacanın növbəti, çox maraqlı hissəsinə. Süni zəkanın idarə etdiyi dronlar yerdəki xüsusi təyinatlılar üçün yolu necə təmizləyir? Bu dron sürüsü konsepsiyası əslində 3 sadə, amma çox effektiv addımdan ibarətdir. Birincisi, dronlar hədəfi bir an belə gözdən qoymur, avtomatik izləyir. İkincisi, düşmənin radarlarını və hava müdafiə sistemlərini ya aldadır, ya da zərərsizləşdirir. Və nəhayət, üçüncüsü, bütün bu dronlar bir-biri ilə əlaqəli şəkildə bir sürü kimi hərəkət edərək, xüsusi təyinatlılar üçün təhlükəsiz bir dəhliz açır. Təbii ki, əməliyyatın uğuru təkcə kəşfiyyat və dronlarla bitmir. Ən vacib məsələlərdən biri də mükəmməl anı, o qızıl pəncərəni tapmaq idi. Bunun üçün də 2 istiqamətdə iş gedirdi. Rabitəni tamamilə kəsmək və hava şəraitindəki ən uyğun anı yaxalamaq. Təsvir edilən ssenariyə görə, süni zəkanın idarə etdiyi kiberhücum Venezuelanın bütün radar sistemlərini, necə deyərlər, kor edib. Bütün rabitə şəbəkələri iflic vəziyyətə salınıb. Yəni, tam bir informasiya qaranlığı yaradılıb ki, əməliyyat qrupu tamamilə görünməz qalsın. Eyni zamanda fiziki şərtlər də önəmli idi. Bölgədə hava çox pis idi və bu əməliyyat üçün ciddi risk deməkdir. Amma burada da süni zəka dövriyyəyə girir. Meteoroloji modellər bütün məlumatları analiz edərək o pis hava şəraiti içində helikopterlərin enib qalxması üçün təhlükəsiz olan qısacıq bir pəncərə tapır və əməliyyat da məhz həmin an başlayır. Beləliklə, bütün bu fərqli elementləri bir araya gətirəndə aydın olur ki, süni zəka burada sadəcə bir alət olmayıb. O, əməliyyatın mərkəzi sinir sistemi, başqa sözlə desək, əsl beyni rolunu oynayıb. Məncə, mənbədəki bu sitat hər şeyi mükəmməl şəkildə izah edir. Yəni, süni zəka tətiyi çəkmir, amma hər şeyi görən göz və bütün strateji qərarları verən, hər şeyi planlaşdıran beyin məhz odur. Yekunlaşdırsaq, təqdim edilən bu ssenariyaya görə süni zəkanın bu qədər mürəkkəb bir əməliyyatı necə bu qədər sürətli və uğurlu etdiyini 4 sözlə ifadə etmək olar. Dəqiqlik, avtonomluq, zamanlama və sintez. Bütün bu fərqli parçaları bir araya gətirib vahid bir plan yaradan güc məhz süni zəka olub. Və sonda,
Bütün bu təhlil bizi çox ciddi bir sual üz-üzə qoyur. Bu texnologiyanın müasir münaqişələrdəki rolunu gördükdən sonra sizcə gələcəyin döyüş meydanlarında son sözü kim deyəcək? İnsanlar yoxsa onların yaratdığı alqoritmlər? Həqiqətən də bu barədə düşünməyə dəyər.